Bismillahirrahmanirrahim. Həqiqətən sizə özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır. O sizi çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır. Tövbə surəsi, ayə 128. O, insanlara necə də aşiq idi. Onların problemlərini həll etmək üçün necə yanırdı. İnsanlar çətinlik çəkəndə, dərd və istirab içində olduqda, gecə-gündüz fərq etmədən onların dərdlərinə şərik olur və bir çıxış yolu tapmağa çalışırdı. O, hər bir komandir olsa da, sel və zəlzələ baş verən yerlərə yardım üçün ilk gedənlərdən biri olurdu. Bir döyüşçüsü müharibə zamanı qazi olmuş və onurğa zədələnməsi səbəbindən iflic olmuşdu. Novruz bayramı günlərində hamı əyləncə və xoş vaxt keçirmək arxasınca qaçdığı bir vaxtda o qazi olan dostumun evinə gedər və deyərdi: "Mən bura bayram günlərində sizə xidmət etmək üçün gəlmişəm ki, ailəniz biraz istirahət edə bilsin." O bütün varlığı ilə özünü xalqa xidmətə həsr etmişdi. O deyirdi: "Əgər kimsə cəmiyyətin idarəçiliyində yer tutmaq istəyirsə, ilk növbədə bu ayəni özünə nümunə götürməlidir." Xülasə olaraq insanların hidayətinə can yandırmaq, mərhəmətli və qayğıkeş olmaq kimi bu üstün xüsusiyyətlərin hamısı Hacı Qasım Süleymaninin şəxsiyyətində aydın şəkildə görünürdü. Hacı müqəddəs müdafiənin ilk nəsil komandirlərindən idi və onun bütün yoldaşları şəhadətə çatmışdı. O, bölgədə müqavimət cəbhəsini yaratmaq üçün qalmışdı və bu yolda canını fəda etdi. Hacı hansı vəzifədə və mövqedə olursa olsun, xalq üçün fədakarlıq edirdi. Dostları onun sədaqətini, fədakarlığını və insanlara olan sevgisini unutmurlar. Şəhid Hacı Qasım Süleymaninin şəhadətindən sonra bir nəfər onun haqqında müsahibə verərək dedi: "Biz elə bir mühitdə yaşayırdıq ki, insanların əksəriyyəti qaçaqmalçılıqla məşğul idi. Onlar geyimdən tutmuş evlərinə lazım olan əşyalara qədər hər şeyi gizli yollarla ölkəyə daxil edirdilər. Müharibədən sonra təəssüf ki, atam da bu işə daxil oldu və bu işdən çox mənfəət əldə etdi. O zaman Hacı Qasım ölkənin cənub-şərq bölgəsində Sepahın komandanı idi və şər qüvvələrlə mübarizə aparırdı. Bir gün evdə idim. Bir nəfər qapını zərblə döydü. Qapını açdım. Dostumun atasını gördüm. Üzü palçıqlı və toz torpaqlı idi. Müqəddəməsiz birbaşa dedi: "Atan öldürüldü. Atamın ölümü ilə ailəmiz ağır iqtisadi çətinliklər yaşadı. Çarəsiz qalıb kömək üçün yardım komitəsinə müraciət etdik. Dedilər, General Süleymaninin yanına getməlisən. Anamla birlikdə onun yanına getdik. Öz-özümə fikirləşirdim ki, əgər o atamın qaçaqmalçı olduğunu bilsə, bizimlə sərt rəftar edəcək. Çünki o qaçaqmalçılıqla mübarizəyə rəhbərlik edirdi. Anam hər şeyi əvvəldən axıra ona danışdı. Sərdar bizimlə çox mehriban davrandı. Bir kağız götürdü və komitaya müraciət edərək vəziyyətimizə baxılmasını istədi. O, problemimizin həlli üçün çox ciddi şəkildə izləmə apardı. Bu qəribə bir şey idi. Bir məktubla problemimiz tamamilə həll olundu. Atamın ölümünə səbəb olan əskərlər həmin generalın öz döyüşçüləri idi. Lakin mən onu həmişə çox sevirdim. O qədər mehriban idi ki." Müqəddəs hərəmi müdafiə edənlərdən biri deyirdi: "Hacı Qasım öz fəaliyyətləri ilə düşmən qüvvələrini dəfələrlə zəiflətmişdi. Dəfələrlə terror qruplarının rəhbərlərinin ailələri mühasirəmizdə qalırdı. Lakin o, onlarla mehribanlıqla rəftar edirdi. Hətta onların qadınlarından biri doğum problemi yaşayanda onu dərhal xəstəxanaya çatdırdı. İŞİD terrorçularının Suriyanın Bukamal şəhərindəki sonuncu səngəri ələ keçirildikdə, Hacı qüvvələri bir araya toplayaraq belə dedi: "Bizim bu terrorçu qruplara baxışımız şəhid Hacı Əli Məhəmmədipurun vəsiyyətində yazdığı kimidir. O, müharibə zamanı şəhid olmuşdu və belə yazmışdı: Ey İraqlı qardaşım, əgər mənə tərəf atəş açırsansa, bil ki, Allah icazə verərsə,
qiyamət günü sənə ilk şəfaət edən mən olacam. Hacı Qasım davam edərək dedi. Biz onları xəbərsiz, naagah, Siyonist düşmənin oyununa gəlmiş şəxslər kimi bilirik. O, bütün İslam dünyasına müraciət edərək belə tövsiyə verirdi. İslam dünyası daim rəhbərliyə ehtiyac duyur. Şəri və fikhi baxımdan məsuma bağlı və təyin olunmuş bir rəhbərə. Yaxşı bilirsiniz ki, dünyanı sarsıdan və İslamı yenidən dirçəldən ən pak və ən seçilmiş din alimi, böyük və pak İmam Xomeyni vilayəti fəqihi bu ümmətin nicatının yeganə yolu kimi təqdim etdi. Bu səbəblə istər siz şiə olaraq ona dini baxımdan inansanız, istərsə də sünni olaraq ağıl və məntiq əsasında qəbul etsəniz, bilməlisiniz ki, İslamın xilası üçün ixtilafdan uzaq durmaq və vilayəti tərk etməmək vacibdir. Bu xeymə Rəsulullah Salavatullahın xeyməsidir. Onu tərk etməyin. Dünyanın əsas düşməni, İslam Respublikasını və bu xeyməni atəşə vermək istəyir. Onun ətrafında birləşin. Vallah, vallah, vallah. Əgər bu xeymə zərər görsə, geriyə Beytullah, Kərbəla, Kazimeyn, Samirra və Məşhəd qalmayacaq. Qur'an da zərər görəcək.